Salam aleyküm değerli izləyicilər. Hər birinizi salamlayıram. Allahın salamı olsun hər birinizə. Bugün Balakən rayonu Hənifə kəndində mərkəzi yolun üzərində gözəl bir əmlakı sizə təqdim etmək istəyirəm. Evin torpağın təqdimatından başlamazdan əvvəl yol tərəfdən həmən əmlakın görünüşünü təqdim edirəm. Gördüyünüz kimi yol kənarında, birbaşa asfalt yolun kənarında yerləşir. Gözəl kubiklə hörülmüş hasarı, darvazası və böyründən belə interneti, qazı, işığı, hər bir şey işlək vəziyyətdədir. Gördüyünüz kimi birbaşa yolun kənarıdır. Maşın saxlamaq üçün də çox əlverişli bir şərait var burada. Dəyərli izləyicilər, daxil oluruq həyətə və daxili görünüşünü, həyətin daxili görünüşünü sizə təqdim etmək istəyirəm. Daxil olduq həyətdə. Həyətdə belə bir yaşayış evi, bir mərtəbəli. Və gördüyünüz kimi belə həyət kubik hasarla hasarlanıb. Hasardan o tərəfdə gözəl heyvan saxlamaq üçün əldamı və bağı bağçası var. Hələ ki biz sizə həyəti göstəririk belə. Gördüyünüz kimi belə gözəl, hər tərəfi bağlı, gözəl həyəti var. Və buradan evin daxili görünüşünü də sizə təqdim edirəm. Və ondan sonra sizə bağı, bağçanı, pay torpağının təqdimatını edəcəyim. İlk öncə evin daxili görünüşünü sizə də təqdim edirəm. Daxil oluruq evə. Girişdə belə 6-7 pilləkən qalxırıq evə. Və girişində belə mətbəx üçün nəzərdə tutulmuş otaqdır birbaşa. Və baş tərəfdə də sanzel otağı, hamamı belə. Hamama təmir lazımdır. Amma belə istifadə etmək üçün şəraiti var. Və buradan birbaşa keçirik digər otaqlara. Belə uzun, böyük zal otağı var girişdə. Və buradan da digər arxa otaqlara keçmək olur. Gördüyünüz kimi belə bir yataq otağı belə arxada. Belə digər yataq otağını sizə təqdim edirəm. Belə bir yataq otağı. Gördüyünüz kimi. Deməli, girişdə böyük bir zal otaq və arxada 2 otaq. Baş tərəfdə mətbəx üçün nəzərdə tutulmuş otaq və onun başında hamamı olan bir mərtəbəli yaşayış evi var. Bir də həyətyanı torpaq sahəsi. Həyətyanı torpaq sahəsi sahibinin dediyinə görə 15-20 sotu olar. Həyətyanı torpaq sahəsi. Ümumilikdə torpaq sahəsi burada 1 hektar yarım. Dəyərli izləyicilər, mən sizə indi pay torpağını göstərirəm. Yəni təsərrüfat üçün çox əlverişli torpağı var. Və sizə əvvəldən qeyd elədiyim kimi damı sizə göstərirəm. Əl damını. Yəni heyvan saxlamaq üçün belə bir damı var. Və hər tərəfi də bağlı. Gözəl bir təsərrüfat qurmaq olar burada. Belə bir yerdə təsərrüfat qurmaq istəyən hər kəs üçün çox əlverişli bir şərait var. Hektar yarım torpaqdır. Yəni heyvan saxlamaq üçün digər
toyuq cücə və digər təsərrüfatlarla məşğul olmaq üçün çox böyük, gözəl şəraiti var. Və yerin qırağından belə gördüyünüz kimi çay axır. Həmişə axan çaydır. Yəni heç vaxt bu çay kəsilmir. Burada hətta balıqlar var belə. Sahibinin dediyinə görə buradan balıq da ovluyur. Burada gözəl balıq gölü qurmaq üçün gözəl bir şərait var. İstəyən balıq gölü də burada qura bilər. Və indi keçirik digər tərəfə. Orada fındıq ağaçları var. Oranı da sizə təqdim edirəm. Dəyərli izləyicilər, qeyd elədiyim kimi fındıq bağı, bax belə bir fındıq bağı var. Fındıq bağı həyətyanı torpaq sahəsi ilə bir yerdə birbaşa yolun kənarıdır. Yəni mərkəzi, Hənifə kəndinin mərkəzi yolunun kənarıdır və digər tərəfi kəndin içərisinə gedən yolun kənarıdır. Burada pay torpağı olmağına baxmayaraq gözəl təsərrüfat şərait qurmaq olar. Birbaşa yol üzərindən çıxış qapıları qoyub digər məqsədlər üçün də istifadə etmək olar. Buradan biznes sahəsi üçün də çox əlverişli şərait var istifadə etmək üçün. Gördüyünüz belə gözəl bağ-bağçalı bir yerdir. Və gördüyünüz birbaşa yolun üzəridir. Dəyərli izləyicilər, əvvəldə qeyd elədiyim kimi, yenə qeyd edirəm təkrar. Deməli, hektar yarım torpaq sahəsidir. Burada 15-20 sotluq həyətyanı torpaqdır və qalan hissəsi pay torpağıdır. Birbaşa Hənifə kəndinin kənarında, Hənifə kəndinin mərkəzi yolunun, asfalt yolunun kənarında yerləşən belə bir gözəl təsərrüfatdır. Belə bir yer arzusunda olan, istəyən hər kəs bizimlə əlaqə saxlayıb geniş ətraflı məlumat əldə edə bilər. Qiyməti də videonun altında göstəriləcəkdir. Dinlədiyinizə görə sağ olun, sağlıqla qalın. Videoları bəyənib kanalımıza abunə olmağı unutmayın.